İmtahana 2 gün qalmış abituriyentlər nə edə bilər? Bugün sizinlə bunun haqqında danışacağıq. Mən sizə bəzi mövzular tövsiyə edəcəm ki, onları təkrar edəsiniz və bunların bir çoxunu da video izahlarını şərh bölməsində sizin üçün yerləşdirəcəm ki, istədiyinizi girib izləyib videodan təkrar edə biləsiniz. İlkin olaraq sizə Azərbaycana aid mövzuları mütləq olaraq təkrar etməyinizi tövsiyə edirəm. Ona görə ki, bütün qəbul imtahanlarında, ümumiyyətlə coğrafiyadan baş tutan bütün imtahanlarda Azərbaycan coğrafiyasından suallar birmənalı olaraq olur. Buna görə də Azərbaycanın relyefi və coğrafi mövqeyi, Azərbaycanın iqlimi, bunun üçün də kanalımızda videolar var. Azərbaycan iqlimi bir videosu var, orada ümumi Azərbaycan iqliminə aid olan mövzulardır və bir də ayrıca olaraq Azərbaycan iqlim tipləri videosu da yer alır. Hər ikisini izləməyinizi şiddətlə tövsiyə edirəm. Bundan sonra Azərbaycanın daxili sularıdır. Bunun üçün də kanalımızda Azərbaycanın çayları adlı videomuz var. Bundan başqa özünüz Azərbaycanın gölləri, su anbarları, suvarma kanalları kimi mövzuları təkrar edə bilərsiniz. Daha sonra gəlir Azərbaycanın landşaftları, torpaq və bitki örtüyü, həmçinin çox mühüm olaraq Azərbaycanda yerləşən qoruqlar və milli parklar. Bu da əzbərçi mövzudur. Sadəcə əzbərləyin ki, hansı milli parklarımız var, hansı qoruqlarımız var. Yasaqlıqlar çox da düşmür qəbul imtahanına, onu bilməsəz də eybi yoxdur, yəni çoxdur yasaqlıq, amma qoruqlar və milli parklar elə də çox deyil, əzbərləyə bilərsiniz və Azərbaycanın fiziki coğrafi rayonlaşdırması 2 dənə video izahımız bu mövzuda kanalda yer alır. Həm Azərbaycanın fiziki coğrafi rayonlaşdırması, həm də Azərbaycanın iqtisadi rayonları hər iki mövzudan qəbul imtahanlarına sual düşür və hər iki mövzunun da video izahları kanalımızda yer alır. Daha sonra Azərbaycan mövzularını bitirdikdən sonra, təbii ki, bura Azərbaycanın iqtisadi mövzuları daxil, yəni Azərbaycanın kənd təsərrüfatı, sənayesi, nəqliyyatı, iqtisadi rayonları. Burada bizim o 1 saatlıq o iqtisadi rayonlar videomuz çox faydalı olacaq sizə. Onun içində kompleks Azərbaycan iqtisadiyyatı haqqında məlumatlar var. Bundan sonra dünya coğrafiyasından, bunları artıq bir gün 5-6 saatınızı ayırmaqla bunu təkrarlaya bilərsiniz. Bunlardan sonra dünya coğrafiyasından dünyanın iqlimi və təbii zonalar mövzusunu təkrar etməyiniz çox sizin xeyrinizə olacaq. Çünki bunlardan çox sual düşür. Hər iki mövzu haqqında kanalımızda video izah var. Bunları da izləyə bilərsiniz. Bundan başqa da federativ dövlətlər, monarxiya dövlətləri, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr kimi iqtisadi coğrafiyada mövzular var ki, bunlar da təkrarlama, yəni əzbərçi mövzulardır bunlar da. Bunları da təkrarlama sizin faydanız olacaqdır. Testlərdə çox istifadə olunur qəbul imtahanlarında.